azad adamların seçimi. Ona görə də belə dəyərlidir Kərbəla. Bu din azadlığa dəyər verir ki, 1000 ildir imam qeybdədir. Deyir, ta özün azad olaraq ona tərəf getməsin, eybi yoxdur, seçimi belə. Hələ get başqa yerlərdə axtar, xoşbəxtliyi. Mən gözləyirəm. Mən sənin azadlığa dəyər verirəm. Azad seçim eləyənəcən, mənim imamım məzlumiyyətə dözməyə hazırdır. Sən ta azad olasan, azad özün qərar verəsən. Muaviyyələr şirinişləndirir, göz ağardır, təhdid edir. Əlilər deyir ki, azad bıraxaq özləri gəlsin. Xanım Fatimə Zəhra deyir ki, məsəlül imam, məsəlül Kəbə. İmam Kəbə kimidir. Cəmaatı zorla özünə tərəf gətirməz. Dayanar, azad kişilər özləri seçim eləyərlər, Kəbəyə tərəf, imama tərəf gedərlər. Bu bizim məktəbin sözüdür, düşüncəsidir. Çox danışmışam. Təlhə ilə Zübeyir əleyhissalama qarşı qiyama hazırlaşırlar. Çıxırlar Həzrət Əlinin yanından, gedirlər ki, qoşun toplayıb gəlsinlər Həzrət Əlinin üstünə. Həzrət Əli soruşur ki, hara gedirsiniz? Deyirlər, qorxurlar da düzünü deməyə. Deyirlər ki, gedirik ümrəyə. Həzrət Əli deyir ki, ümrəyə gedirsiniz ya fitnə fəsad törətməyə. Yaxşı, bilirsən, sən xəlifəsən, bilirsən ki, bu 2 nəfər gedib fitnə fəsad törətməyə, otağında başlar nəkdə, başqalar necə eləyir? Başlar nəkdə sənin əleyhədilər bunlar. Deyir, yox, cəmiyyət olsa, özü azad seçim eləyər, məni seçər. Təlhə Zübeyrlər heç zaman cəmiyyəti azdıra bilməz. Cəmiyyət olsun. Mən zorla kiminsə başını əkməklə. Bu da azadlıq var.